27 April 2026 ildən скажи сейчас. Все подписывайтесь на канал и ставьте лайк. Спасибо. Salamlayıram sizə dostlar. Səsimin gözəlliyini görürsünüz. Bu videonun irəliləyən qismlərində anlayasınız səsimin gözəlliyini belədir yerə. Əslində görürsünüz də, orası da var təbii ki. Amma vlogu bu şəkildə açmaq istedim. Bundan sonraki videoları əslində bundan əvvəl çəkmişəm. Bundan sonra müşləməli olasıyam. Belə bir səhərə yuxudan oyanmışıq və uşaqları apara bilmədim. Məlum məsələ maşının təkərləri falan dəyişmişik və bu qayda yola çıxılmaz deyə düşündüm. Ona görə yenə bir neçə gün evdə yox. Görək hava qariyəsi, hava qar, biz hava yaya giriş eləyə biləsirik. Bu arada yolkalarımız növbəti partiyasını getirmişdilər. Göstərmədim sizə çünki görsün. Tuzladım ayağım, dört kapatıyordu. Düşmüşüm kapımı bağlamağa darvaza. Ay, inşallah ağaçlarımız falan ölmezler. Bilmirəm də tavlası çap işlənir. Havamızın bu tərəfdəki gözəlliyi. Bu da bizim getdiyimiz istikamətin gözəlliyi. Pünhan görməyə apar, gəzməyə. Pünhan, mənə aparsın mən. Niyə Taylanda qoymusan şey yaparsın, Norveçə yaparsın. Tayland'da değil, akula var. Aha, ne akula? Diğerinde akula yazıyor. Citroen'in kapısında akula çeşidi vardı. Görmedim. Neyse. Ama şimdi Pünhan mən gəzmə aparır ama hava bilədir. Özüm də fıntılıydım. Sağalmam, hə, akula. Özüm də sağalmamışam. Bir də xəstələndim. Ay aman Allah, sağalmadıq bir türlü. Biz Park Babaya'dan karşısındayıq. Buralar 9 Maya hazırlaşırmış. Evdən çıxmıyor, ab tərəflərə gəlmiyor deyə dünyadan xəbərimiz yoxdur. Akşam Park Babaya'da 9 Maya hazır deməli 9 Maya hazırlaşırım əslində. Prosto Park Babaya deyə yox da Ülviyan Pabayadasına. Esranla günündə 9 Mayda. Mən duna hazırlaşırım. Çiçəklər zaten çiçək açıtdımış. Park Pabaya'da da bir iki dənə ağac gördük çiçəkləyən. Biz tərəflərdə yoxdur heç. Hər dəfə baxıram özləri yerə, bağçaya, yollarına, bağçaya. Nəyəm hara getsəm orada. Biz tərəflərdə açan çiçək yoxdur. Amma Park Pabaya'da tərəflər biraz bizdən yəqin istəymiş bir tık. Açıtdı çiçəklər, ağaçlar çiçəkliyik. Görək mənə albalı ağaçlarıma vaxt çiçəkliyik. Görək mənə yasəmən ağaçlarıma vaxt açır. Amma yasəmən gətirəsidir. Buraları bir səfəri var. Səfərdən demişəm, yasəmən gətirəsən. Çəkəsiyəm qapıdan girəndə ki, görək gətirmişsən yasəmənlərimi. Hamı gözləyəsidir məndən ta yasəmənlər. Bilsən də. Moskvadan Allah'ı istəmirəm özdə. Mənə fırıllaq gəlməyəsin. Nədir? Nədir? Evləndiyimiz yerlərə dediysən? Yes. Madəs. Güzel evlenmiş toplumdan. Her defamdan içerisinde değilim. Hem de denizde kız var, iyi orada. Bu da Kreml tərəflər. Buralara da belə bəziklər. O tərəfi üsbət eləmədim, çəkməğa. Pabiyada yazmışlar. Neçə il idi benim Pabiyada? Bu gün özdə, bu il. Ne? Neçə illikdi? Son bir de değil. İyiydi. Yubileyde öldü. Onda çok da şey olmaz. Sen Keçən il salют elədilər. Aa, Öyle mi? Nasıl Kreml'de demediler ya da acayip? Novgo'da elenmediler. Novgo'da demediler. Pobeda diyecekler mi seni? Halıyla ha. Hayır Ciro. Hayır Ciro sırası. Şimdi de nazikli. Bana cevap yazmadı. O da şey getmiyor. Ömrümüzün kırışasında. Ömrümüzün kırışasında şurasında salyut ne kadar? Yeni yıl olsa komşulara, tırkalayan komşulara ladla atar da biz bakardık. Bu Pobeda da Ceresten atasan. Kızıl oldu, kız var günü münasebetiyle. Esra Hanım'ın. 5 yaşı bitiriyoruz diye. Yubiley, öyle bir şey de öyle. Yubiley, inşallah. En anlamsız pul harcamasıdır. Salyut. Yani bu adım vaxtı ki, salyutsa gözləmə, salyutsa dalan döyülüm. Açıqlaması budur. Pünhan'a sən səfər demişəm, amma buralar nə qəşəkdir, maddi sən gəzməyə aparacam, mən gətirdi.
üçü də kəsdi. Əsə pusuya pusu. Aslında değil mi? Valla qəşəngdir bir ayva. Ben yaptım. 1903'ten. Gene güzeldi. Yaman da yaxşısan. Əsmaqdan, üşümaqdan həsləyirəm burada. Myasniçkaya ulisadır bu arada buralar. Ne? Myasniçkaya da öyle. Ne te okunur, ne te deyilir. Ne değil de tut deyilir, ne cürse desene. Ne? Yetniçka yok. Ha. Çı yok. Mən nə dedim? Mən şəkiliyəm, mən çığlam çım qarşı, mən şəkil demədim, mən şəkiliyəm Myasniçkaya deyəm, sən üçün böyük bir şeydir. Yetniçkaya. Çı. Myasniçkaya. Neyse, Myasan yazsaz dalırız navigatorda. Hatta şəşdim çəkdim. Ətçilər. Ha, demədim deyəm, Myasan yazsaz dalır gələsidir. Mən şəşdim çəkdim də. Ət küçəsində. Pülhan mənə yenə gətir, ətli küçəyə gətir. Yenə hər şey yeməklə bağlıdır bizdə. Gəzdiyimiz küçələr belə. Ağacın gözəlliyi ilə müaməlli başda çiçəklikdir. Nə gözəldir, nə açdı yerə. Alo. Salam, aleyküm salam, aleyküm salam. Sağ ol. Biz hələ də gəzirik. Şəhər fırlanı. Maşın qoymağa yer yoxdur deyə maalesef maşınla fırlanıq. Çünki hər yer doludur həftə sonu olduğuna görə. Həm də hava soyuqdur. Evet, hava soyuqdur. Bizim çayımız, Moskva çayı. Ay, Pünhancıq, yəni çay dedin. Sən şəkillərlə çay kimi söhbət eləmə, yaxşısı vurur. Yenə yağır, uyallah, bərəkallah. Sabahı qar deyildi, həftənin 3-nə qar deyildi, həftənin 4-nə qar deyildi. Biz də bezduq bu qardan, vallah. Bəli, mən əslində ötən gün Telegramda görmüşdüm, harada görmüşdüm. Bir dənə səhifə var Moskvaya aid də, Moskvada gəzilməli yerləri falan paylaşırlar. Orada paylaşmışlar ki, bəs bir dənə qəşəng restoran var. İçərisində belə konditer restoran da, yəni belə çox qəşəng bir sunumu olan və dadı olan, deyilənə görə dadını bilmirəm. Amma deyilənə görə də dadılmış. Getmişdik ora, güya ki, prosta maşın qoymağa yer olmadı deyə, yağış da yağdı deyə. Məcbur düşənmədik. Xroman qavağına qədər getdik, amma düşənmədik. Если что, bitdən siz ciyəz olsaz, mənə deyin cürətli tədorə getməyə dəyər, ha vaxtsa ciyək yoxsa yox. Mən hər dəfə filan evdə çıxanda demişim ki, metro ilə ciyək. Çünki maşınla mərkəzlərə getmək sərf eləmir həqiqətən. Çünki maşın qoymağa yer tapılmır. Ha, kafenin adı Pushkin'dir. Hansı ulitzada idi? Ulitsanın adı yadımdan çıxdı. Kafe Pushkin yazsaz, Tverskoy yanda. Ha, Tverskoy bulvar. O tərəflərdədir. Getsaz əgər belə padval kimi yerə oxşayır da girişi, amma içərisi çox qəşəngdir həqiqətən. Xüsusən tatların görünüşü falan olsun. Fərqli bir şey istəsəz oralarda yeyə bilərsiniz. Bilməm, mənə də dəvət edə bilərsiniz əslində. Metro ilə ciyəz olsaz. Baxın da. Baxın. Mən heç də büyüncə yemədik. Görək ki, Pınar'a deyəm ki, biz adam şəhərə çıxar, güləşli gündür. Biz yağış çıxmış oluşacaq, şəhər gəzək. Neyse, ciyək, başqa işimiz var. Başqa işimiz görmür. Kırk ucundan göğe çıx məsələ. Vallahi qabla yağışmı olar. Oy! Oy dedə vay! Qəşəng altında gəzib, xəstələnib bir ay evdə yatası yağış. Çox da sağlamıq. Çox da sağlamıq. Biz ilin 12 ayı sağlamıq. Xəstələnmək özü bəhanə bizə. Oy dedə. Mən normalda qızıl həvəskarı deyiləm. Yəni hər taxan da deyiləm. Yəqin ki, heç görməmisiniz məndə. Bir bu özümün belə sırqaları var, yumru. Bunlar rahatlar deyə heç qulağımdan çıxartmıram. Bunları taxıram bir. Başqa da yəni taxdığım hər şey aksesuarlarım da nə qədər də görmüsünüz yəqin ki. Leyla sağ olsun. Hər şeyə aid bir aksesuarım var. Və mənim bir belə sırqam var. Bu qızıl idi. Prosta bunu taxmıram. Çox balaca. Yəni xırda sırğaları hər deyən taxmıram. Belə ayda ildə bir dəfə taxıram. Ona görə belə bir sırğam var idi. Düşündüm ki, deyib dəyişdirim, yerinə başqa bir sırğa alım. Dəyişdirmək olur Sokolovda falan. Ötən səfər
rastıma çıxmışdı. Dedim ki, daha mən bunu taxmıramsa, madəm deyim, dəyişim qoy. Amma Pünhanın hayfı gəldi, qoymadı dəyişməyə. Ona görə dedi ki, mən sənə ad günü hədiyyəsi eləməmişəm ki, sənə ad günü hədiyyəsi eləyim. Əslində boynuna qoymuşam. Hiləsiz demədi, özüm və özümə belə bir sırğı aldırdım. Sözün əsl mənasında üzümə salıb. Yəni sən quşları sevdiyin demədən göstər adlı çalışmam. Həm yumru da bu qulağımdakı sırğalara da uyğundur. Həm də mən belə quş detallarını çox sevirəm həqiqətən. Və mavi rəngi də çox xoşlayıram. Ona görə mənə belə bir sırğa aldı, sağ olsun. Zorla aldırdım demirəm. Sırğa aldı. Öz xoşun. Kim inandısa artıq buna. Və mən əslində belə qızılları falan göstərim eləyim. Zat elə şeylərdən də xoşum gəlmir. Prosto bu qızıl olaraq göstərmirəm də sizə. Gözəlliyim prosto görün deyirəm. Nə qəşəngdir, ürəyimcəyə də bu inanın ki, görəndən bəri deyəm ki, mən onu istəyirəm. Axı ki, bu gün qismət oldu almaq. İndi taxasıyım da qulağımdan çatmayacağım bu gün o zaman. Ancaq Xabriyyatı Fabiyanın durasıyım. Çünki çox gözəl, çox xoşuma gəlir. Baxın, nə gözəl. Ay, özdə bunlar yumru idi həmişə. Başqa formada taxanda çox da belə nə də deyirlər. Səliqəli görsənmir, amma üçü də uje nə tər göstərim, qoy da göstərim. Üçü də uje yumru olduğuna görə daha səliqəli görsəndə məncə qulağım. Çox sevdim, çox bəyəndim. Bir də Pünhana deyirəm ki, bəs dəyişdirərdik də, bunu verərdik ən azından, onu götürərdik. Deyir ki, yox, 2 dənə qızım var, sonra onu deyəsdilər ki, ona verdim, mənə vermədim. Deyəm, özüm taxasıyım qızına, amma niyə verim, deyir, ha vaxtsıdır, niyə mənə yaxşı. Sonra deməsinlər ki, ona mavi rəhdi nəsə verdim, mənə vermədim. Şimdi birini Əsraya verəcəm, gələcəkdi, birini də ay deyindən dədəsi yerini qoydu. Qoyma gözüm, taxım hələ ki. Çok beğendim, çok qəşəngdir. Sən ürəyim getdi yəni sözün əsl mənasında. Bu arada hazır burada oturmuşken dedim göstərim gəltirdim, ayaqqabılarımı da yerləşdirdim. Amma ayaqqabılar burada hazırda səliqəli durmağına baxmayın. Ayı da yəni bu otağa girdiyinə ayaqqabıların hərəsi bir yerdə olub, bayaq divan altından oradan çıxartmışam, tapıb 2 dənəsi. Yəni hamısını da gündə 15 dəfə belə ayaqqabı yığışdım, təsəvvür edirəm. Bilməm nə qarasıyam. Ona görə dedim ki, oraya yığıb ən azından çox da rahat olmayasıydı dağıtmaq. Və o üst tərəfi də hələ ki digər tərəfləri yerləşdirməmişəm, amma o iki tərəfə qoyulmağı tapmışam. Uşaqların bəzi paltarları var ki, belə uşaqlıq paltarları, xırda paltarlar, qəşəklərindən saxlamışam. Çünki istəyirəm ki, gələcəkdə bir 20 il sonra, 25 il sonra özlərim maraqlı gələsilər ki, mən nə tər girmişəm, yəni o boyda balacam olmuşam, bunların içərisində girmişəm. Belə finti kuruşlu paltarlar deyək də, adi kofta şalvar yox. Belə don olsun, nə bilim, şapka olsun, ayaqqabı olsun, elə şeyləri saxlamışam. Və mənim burada təsəvvür edilmişdim ki, nərdivanım yoxdur. Özümə getdim, belə bir ideya gəldi ağlıma. İndi eləmək istəyənlərdən ötürü qoy deyim. Belə bir ütü stolu aldım. Əslində mən ütü stolunu bura istəyirdim alım. Bu şkafın içərisinə yerləşdirirlər. Onlardan prosto mənim burada dedilər ki, 2 metrdən uzun boş bir yer olmalıdır. Bu tərəfimdə var əslində, amma prosto orada qoymaq uyğun olmayasıydı deyə bura düşürmüşdüm. Orada yerləşmədi deyə belə bir ütü stolu aldım. Ütü stolum yox idi. Və bunun bir tərəfi də belə nərdivandır. Aça bilsəm tək ayaqla təbii ki göstərəcəm. Çox özdə sağlamdır həm belə. Həm də ki, kamp haqqında da orada dediyim kimi yerim var. Heç, məsələn, bayaq videonu göstərəndə görsənmirdi orada nərdivan olduğu və ya ütü stolu olduğu. O şimdi rahat bir şəkildə bu üstünə çıxıb oraya yerləşdirə bilərəm yuxarı şeşüləri. Və buralarda ütü falan qoyarım, yəni ütüləri oralara əlim çatır rahat bir şəkildə. Yəni götür sallaya biləm, çox da hündürdür. Öyle buralara qoymaq istəmirəm çünki paltarların arasında olmasın. Belə bir şey, yəni sizin ötürü lazım olsa ideya olsun. İndi təzə evə köçən xanımlar falan var, görürəm yazdıqları yorumlardan da. Yəni siz demək kimi, əgər bu hissəsini düşünməmişsinizsə, qardırobun içərisinə qoyaram. Belə bir şey almaq çox ağıllıdır. Dediyim kimi, həm yuxarılara əl çatmaqdan ötürü, həm də ütü stolu kimi, yəni ikisi birində. Özdə qiymətdə uyğun idi. Məsələn, bir gün baxdım, adi ütü stollarının qiyməti adresa 7.000, 8.000 idi. Mən bu ikisi birində nərdivanların da qiyməti 5.000-dən başlayır. Hadisa 70 santimetrliklərin, onlara da baxmışam. Mən ikisinə bir yerdə 5.000 vermişəm, yəni həm də büdcəyə biraz xeyirdir. Büdcəyə xeyirdir, bir şey uzmaq, sığaldırmaqdır. Oradan gəzirək, bura al.
Nəysə, belə bu gün xoşbəxt oldum. Yəni sırf bu sırğalardan ötürü ürəyim getdi deyə xoşbəxt. Belə düşmə aşağı. Yemək yeyək, ölüm acından. Qarlı olmasının istifadə eləyərək gəldim yenə qardırob otağımı yığışdırmağa. Bu Pünhan qardirobunda idi. Və sözləsin mənasında xəzinə tapdım mən ha buradan. Sənin və mənim donlarım var imiş. Evet. Dəniz pampesi falan var imiş. Ayda uşaqların kuponlikləri var imiş. Koftalarım var imiş. Sən demə. Nəysə, bunları da yerləşdirəsi oldum. Amma onun öncə bir şey göstərmək istəyirəm. Keçən gün özümə belə bir şey aldım. Bu qardirob otağı yığdırası olsanız, mütləq nəzərinizdə olsun. Çox mükəmməl bir şeydir. Xüsusilə Pünhan qardirob otağında mən həmişə çətinlik çəkirdim. Çünki bizdə deyim kimi ütü stolum yox idi və par ütüsü ilə ütülüyordum və par ütüsündə gələk paltarı harasa bir yerə asasan ya da əlinlə tutub bir əlindən ütüləyirsən, o da çətin olur deyə belə bir şeye ehtiyacım olurdu hər dəfə, amma yox idi. Özümə aldım heç nə. Yəni paltarlar zaten burada ütüləyəcəyimə görə özümə aldım ki, həm məsələn harasa getmək lazım olanda paltarları götürüm bura qoyum, üstünə altına baxım görək nətər bir-biri ilə uyuşurlar. Həm də ki, dediyim kimi par ütüsündən ötürü əsasən təbii ki, yəni baxmaq qalası olsa əldə tutub baxmaq olar, amma ütüdən ötürü çox rahat bir şəkildə belə deyək məsələn. Asısan, bura ütüləyirsən, kakraz ilə bunu ütüləmək lazımdır. Sonra da götürürsən, asısan yerinə. Yəni bu içəri eləyirsən heç bu tərəfdən görsənmədi. Özüm biraz əslində daha yaxına eləmişəm ki, uzun yer olsun, bir neçə dənə şey asmaq lazım olsa asa bilim. Amma yəni daha içəridən də vurmaq olar. Qəşəng bir şeydir yəni. Paltarları çıxarda deyirəm. Ay bu da var imiş, ay bu da var imiş. Əməli başda xoşbəxt oldum həqiqətən. O təzəbədə deyirəm, qardirob olanda görürsən ki, hazır təzə paltarlar tapmışam ki, məqsədə sözdə sırmədasında bir də təzə paltarlar tapdım ki, mənə bu donumda var imiş, bu da var imiş. Bu videonu görəndən sonra əminəm ki, anam zəhv orası sırazı ki, bəs ay qız sən toya giyməyə donun da var, gəl. 100%. Amma onun əvvəlabını göstərmək istəyirəm sizə, amma Esra'da da titirmişdim. Əslində buna oxşayan özümdə bir dənə don titirmişdim. Heç xoşuma gəlmirdi. Qəşəng tikməmişlər deyə. Və material da mən deyəm, material da öldü, amma bu saxlayacağım yəqin ki. İndi Aidiyə yarasa görüm. Esra'nın bir yaşında demişdim, səhv eləmirəmsə. Aidiyə yaranmaz məncə, amma yarasa yaxşı olar. Kakırza güncəyə vaxtda bir də don almazdım Aidiyə. Giyinə bilər belə şirin don. Ütüləndən sıfırostdu. Hamısı şeyin içərisində idi deyə, meşokun içərisində idi deyə qırım-qırış oldular. Sonra mənim burada belə bir qara donum var, şık. Bu giyinən də özümü yəni şey kimi istəyirəm. Amerikan prezidenti kimi istəyirəm sözünə silmənası. Mən normalde belə bir paltar giyinən də öyləm. Mənim şey yəni belə finti kuruşlu şeylərdir. Belə solidli şeylər məndə deyil sözünə silmənası. Yəni ona görə deyirəm ki, Amerika prezidentinin havada için hesap edeyim özümü. Yani bunu bir dəfə giymişəm. Ondan sonra yəqin ki, ikinci səfər giyməyəcəyəm. Çünki nə bilim çox belə rəsmidir mənə görə, amma çox da qəşəngdir. Bəyənib almışdım. Daha bilməm nə arasıyım bundan sonra amma heç bir fikrim yoxdur. Bu tam yerinə düşdü bu olmalı yəni. Sizə rahat bir şəkildə göstərə biləm. Sonra bu donumu məncə buna ait bir reels paylaşmışdım. Bu mənim hardasa 2017'də giydiyim dondu. Yəni hələ də yarıyır, hələ də giyinəm. Sevə-sevə materialı falan da çox qəşəngdir, forması da çox qəşəngdir. Hətta o da ay günümdə giymişdim, yadıma düşdü, daha da giymişdim. O cəhrai kabloklarla giymişdim. Sonra bu, yəni o finti kuruşlu dediyim formalar, bu formalardır yəni mərkilər. Ha bu da sallaq-ballaq mom demiş, sallaq-ballaq şeylərdən mən xoşum gəlir. Bu da qəşəngdir, bunu da bir dəfə giymişəm. Toya giymişdim, yine kakras toya almışdıq. Budur ben, bu da ütülənəsi deyə çox belə biabış vəziyyətdədir. Amma dediyim kimi mən istədiyim kimi tikməmişdi yəni tikəm bunu. Azərbaycanda tikdirmişdim. Belə çox bəhbəhlə təriflənən bir yerdə tikdirmişdim sözünə sil mənasında. Amma yəni macələndən sonra gördüm ki, material yəni o da öyle. Əvvəla mən istəyən material da öyle. İkincisi, nə bilim, burada bir iki dənə xoşuma gəlməyən nüanslar var idi. Nə idi, unutdum düzü. Hal-hazırda ağlıma gəlmir. Amma yəni çox da belə wow, gözlədiyim şey olmadı yəni. Təriflənməsinə dəyməyən bir yer oldu. Yəni ondan sonra o da heç də tikdirmirəm də. Ən yaxşı geyib almaqdır vallahi da şeylər tikdirib evə qoymaqdansa, bir dəfə giyməkdansa. Və bu da bilmirəm bir çarəliyəsi. Üçün nə bilim, o ilə aydan giydirə bilsəm, o bilsin, özüm giyinib fotosesiya yenə eləyərəm. Amma yəni
O da öyle də yəni. Sözün düzünə qalsa olsa. İndi bunların da hamısını hələ ki ütüləyib asasıyam oradan. Çünki mənə xoşum gəlmir paltar ütüləməkdən. Tən səfər demişdim, yəni oturum hər gün paltar ütüləyim mənlik deyil. Ona görə hamısını hələ ütüləyəsiyəm. Daha uca yerim də var asmağa, qırışmayasılar. Orada da bir də çörəyim falan var ilə qırışıq asmışam. Onları da çıxardasıyam. Ütüləyib hamısını yerləşdirəsiyəm ki, daha yuyulana qədər ən azından mən paltar ütüləməli olmayayım. Zəhləm üçün ki. Yox, paltarlarım hazır, yerləşdirdim. Qalanlarında məncə heç nə qalmadı. Ora bəzi lazım olan şeyləri, xırda-xoş şeyləri yerləşdirdim. O hələ də belə dururmuş. O üstlər hələ ki boşdur. Bilməm, qış kurtkalarımı kim qaldırsam yerləşdirərəm. Çünki yarısını aşağıda kravatın altına qoymuşam. Oradan çıxartmaq lazımdır, ora yerləşdirmək lazımdır. O da gələn səfər növbəti etaplarda. Və ötən səfər izləyicilərimdən biri yazdı ki, bəs videonun altına ayağınızdakı kablok daha hündür olsa daha qəşəng olardı. Mən də yazdım ki, bir dənə hündür kablokum var, o da 9 ildir, yəni dayanır yerində ki, giyinilsin. Mən hündür kablok alan deyiləm, çünki zaten boyum yəni Pünhana yaxındır. Bu boyda kablok giyinilir. Mən Pünhan boyda olan və Pünhanın da uzun olmaq istəmirəm. Bu, yəni hündürlükdəkilər həm məndən ötürü çox rahatdır giymək. Zaten hara giyinəm ki, onsuz da hər gün bağçaya geyib gələm. Amma yenə də giyinəndə belə bəziləri qalın topuqludur, bəziləri nazik topuqludur. Amma hündürlük olaraq belə stiletto modellər və bu hündürlükdəkilər mənə daha rahat gəlir. Bir dənə hündür ayaqqabım var, o da budur. Bu da gəlinlik ayaqqabımdır bu arada. Görürsünüz nə vəziyyətdədir. Bir dəfə giymişəm. Gəlin olanda təbii ki, bu hündürlükdə hardasa bir 10 sm olar səhv eləmirəmsə. Və bu ayaqqabı deyəsiniz ki, niyə həblə şeydən çıxmış vəziyyətdədir, müharibədən çıxmış vəziyyətdədir. Çünki toyda o qədər oynamışıq, təsəvvürünüzə gətirin. Bu yuyulmuş. Adlar elə də durur. Və əməlli adamların adları Sinetdir, Gül, kimdir yaraq? Bilmirəm o şimdi. Aygündür ikincisi deyəsən, Aygün köçdü. İlahidən xəbərim yoxdur, sinif yoldaşı Ləman, Patrokama da köçdü. Almaz da köçdü, Nazlı kimdə xatırlaya bilmədim düzü. Bilmem, o anda yəni adlar yazanda bölümdə çoxlu adamlar var idi. Hərə bir yandan ad deyirdi. Hərəsi bir yandan yazırdım. Və yəni toyda təsəvvürə gətirin. Toyun başından ayağına oturmayan bir dənə gəlin. Çünki özümüzünkülər idi. Yəni o tərəfdə özümüzünkü, bu tərəfdə özümüzünkü olanda həbl olur. Ayaqqabılarımız bu vəziyyət olur. Prosta bu ayaqqabı mən giyinəndə mənim başıma oynaşdı bu ayaqqabı. Amma ona rəğmən gördüyünüz kimi oynamışam, dayanmamışam, məhv eləmişəm ayaqqabımı. Prosta gəlinlik ayaqqabımdır deyə saxlamışam. İşte gəldin. Xoş gəldin. Udum sən ki burada suyu basıb hər yeri su eləyikdi. Gölməçədir bir də görürəm. Gəldi bana gənə ayaqqabılarımı dağıtmağa. Gücü, nə axtarsan yerə? Hə, ən hündürü budur. Bu mənim başıma oyun açdı. Təsəvvürünüzə gətirin. Gəlin bəy girir içəri, plənkəndən qalxırıq, yəni Şadlıq sarayına və qalxan anda ayaqqabı mənim ayağımdan çıx bu hissəsi. Pünhan dartır, Pünhan deyəm, Pünhan kamerada çəkirdim, Pünhan deyəm, Pünhan dartma, çıxdı, niyə çıxdı, ayaqqabı çıxdı deyəm. Bir də Pünhan əyilib, ayaqqabımı çəkindirdim ha. Amma Allahdan, işte qoy söhbətimi eləyim, toydan danışırım, olar mən toy macəralarımdan danışırım, 10 il sonramda olsa icazə azdan. Cəhciyi ayaqqabıları gəz o tərəfdə, onsuz da başqa işin yoxdur mən ayaqqabılarımı dönməkdən başqa. İçində bacıydı. Udum sən. Bax, məkilər hodur, baletka, adam balası kimi ayağıma keçirim, gəzim ablarla. O Sadiq ağlayı qucağa al, bu ağlayı əlovə, nə bilim nə qar. Təqüşdə yəni mənə kablok bir dəfə dediyim kimi ən hündür bunu giymişəm. Bu da mənim başımı oynaçdı. Ondan sonra mən hündürlərim olardı ba. Adam balası kimi rahat giyinib gəzirəm ba. Həm rahatdır. Dediyim kimi. Həm də hamon kimi mənə incitmir çox. Smotridi. Smotrela. Az nə gözəldir. Az mən sənlə danışanda səsimin tonu düşmür. Çıxart da o neysə, o olan şeydir Spiderman neysə. Девочка-сан, да? Udum səni. Твое? Pus bu deyil, твое. Onsuz da deyil, qırmızı qızım deyil, oldu qırmızı donumu çıxart, ha? Ha? Ha, nasıl səni xışmalıyım? Xışmalı. Nədir bu haline? Canı da əzizdir. Nə varım mən sən bu haline? Donumu da artışdırır. Pusti diyorsun, tutmuşsan sən məni. Özün apusti, artist. Töhmə ayaqqabıları be.
Yığışdır, heç bilmədim, qoymadım, nə danışdım bilmədim. Vallahi qayıda gənə. Bəhsi daha sənki. Ya gedi şu cürmüğü. Git öz otağında oyna. O boyda otaq ya düzəltmiş yoxsa yeri. Mamaçılar maraqlıdır da. Tərs giyinmisiniz də o. Ne bodo. O şimdi belə bu sual uzadı da cavab vermiş oldum. Bilmədim heç nə danışdım. Söhbəti axıra kimi elədim, eləmədim, amma mənim fişimi qarşı bunu görəndə hər şeyi unuduram elə bil ki. Nasıl saçım? Buruq saçlıqda kim oxşaydı belə başım çıxmır. Yeri. Əziz dostlar, bugün qar yağdı deyə də mən çölə çıxamadım. Yenə ötən videoda demişdim ki, gün çıxsın sizə çölə çıxmaraqlı videolar çəkəcəm. Qar yağası oldu bir də. Nə bu söhbətimdən sonra? Piyet? Ne piyet? Daha пока deyirik. До свидания говори. Dinle, до свидания değil mi? Hamıya пока değil. Пока değil, привет değil. Здрасте ara sıra değil, keyfine düşəndə. Здрасте. Azıyım sen, здрасте. Общем, heç nə paylaşamadım gene büyü. Daha bu qədər bəs yerə video uzun alındı zaten. Növbəti videolara qədər inşallah havalar düzələr. İnşallah mən bir şeyler paylaşabilirim sizdən ötürü. Stüdyomuz izləyiciler. Ümid edirəm video sizdən ötürü maraqlı oldu. Yenə həmişə kimi yorumlarınızı səbirsizliklə gözləyəsiyəm. Ayda orada telefonumu qurtdulayıb, telefonuma nələrsə gəlir. O da oradan qurtdalayır, sonra telefonumu blok atır. Sonra mən 15 dəqiqə gözləməli olam ki, bəs telefonum blokdan çıxsın. Ötən səfər nə almışlar mənə telefonu? 1 saat bloka düşmüş təsəvvürsüz. Hey, onda zəhd gəlmir, zəhd getmir. Götürmək də olmur, bağırmaq da olmur, qalmışdım elə. Acələ, nə səriyor. Hakkı verib, danışa orada. Deyim telefonuma. Böyle, bugünlük bu kadar. Növbəti videolarda görüşürük. Özünüzə yaxşı baxın, sağ olun. Çipaka elə. Çipaka yox. Çipaka, mərhətli paka elə. Öpüşlər göndərəcəm ha, tapda ürəklərcəysin öldür. Öldüm daha, mən öldüm. Paka. Sıxarlamadım. Değil mi? Şeytansın sen şeytan. Meymun. Ben beyazam bu dişliyim taçım. Bu dişlem mağız ki bu yiyilmağız değilsin. Xəbəriniz yoxdur. Sağ olun.